Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün quzu ətindən, qəşəng təzə kartofla ləzzətli yemək hazırladım. Sizinlə də bölüşdüm. Deməli, kərəyağın isidirəm, əti möhürləyirəm. Qəşəng o yüzü bu yüzü əti qızardıram. Bizdə indi təzə kartof çıxıb. Təzə kartofla belə bütöv kartofla xoşlayıram mən cürbəcür toyuqla, qəşəng ətlə belə yeməklər hazırlayıram. Ləzzətli olur, dadlı olur. Qəşəng ət qızarır, çevirirəm, o yüz bu yüz qızardıram. Təzə kartoflarda bütöv şəkildə soyuram, təmiz yuyub, əlavə edirəm yeməyə. Üzərinə də soğan, qəşəng samanvari soğanı doğrayıb əlavə eləyirəm. Duzunu vururam, mən soğanın üzərinə həmişə duz vururam. Soğan onda tez, elə bil ki, əmələ gəlir də. Tez bişir, yoxa çıxır. Əriyir daha doğrusu. Üzərinə qaynar su əlavə eləyirəm qəşəng. Vamxodda qoyuram, bişir. Sarı köşk biraz, duz, istiyot. Üzərinə zilinc də əlavə eləyirəm, qəşəng bişir. Zilinc ona düşməzəlik verir, dad verir. Hazır oldu yeməyim. Çox gözəl, ləzzətli, tamlı yemək alındı. Toyuq əti ilə, ondan quzu əti ilə. Çəkilmiş ətlə də belə eləyirəm, qazan kotleti kimi. Bir də görürsən, əlavələr eləyirəm, biber, pomidor, elə vaxtı belə bişirirəm. Çox ləzzətli olur, siz də bişirin, sağ olun, sağlıqla qalın.